İnnallaha la'anel kafirine ve a'adde lehum sa'ira. Allah Teala kafirlərə lənət eləyir. Onlar üçün cəhənnəm odu, sa'ira, cəhənnəm odu hazırlayıb. Xalidine fiha əbədə, əbədə qalacaqlar. La yeciduna valiyan və la nasira. Orada nə bir köməkçi, nə də bir vəli, dost tapa bilməyəcəklər. Sonra gör nə deyir? Yevmə tuqalla vucuhum fin-nar. Onların cəhənnəmdə üzləri yanacaq, qovrulacaq. Yəquluna, deyəcəklər ki, Rabbana, ey Rəbbimiz. Yəquluna ya leytənə, deyəcəklər ki, kaş ki biz ata'nəllaha və ata'nər-rasulə. Buyurun bax, möminlərin itaət elədikləri Allah və Rasuluna, yəni möminləri itaət elədiyi Allaha və Rasuluna itaət etmək istəyəcəklər Allahdan. Asi olduqları Allahdan istəyəcəklər ki, kaş ki sənə və göndərdiyin Rasula itaət eləyərdik. Sonra Allah Teala deyir ki, وَقَالُوا deyəcəklər ki, Rabbənə innə ata'nə sədətənə və kubara'ənə. Ey Rəbbimiz, biz səni və Peyğəmbərini kənara qoyduq. Ağalarımıza və başçılarımıza tabi olduq. Onlara itaət elədik. فَأَضَلُّونَ السَّبِيلَ. Onlar da bizi doğru yoldan azdırdılar. Sonra görün nə deyir? Rabbənə, ey Rəbbimiz, ətihim ضِعْفَيْنِ مِنَ الْعَذَابِ. Onların əzabını, ey Rəbbimiz, 2 qat elə. وَالْعَنْهُمْ لَعَنًا كَبِيرًا. Onlara böyük bir lənət elə. Təsəvvür elə. Allah və Rasulun kənara qoyub, Allah və Rasulun yolunu batıl sayıb, ağasının yolunu tutub gedənlər. Başqa bir ayda Allah Teala deyir ki, qalu və hum fiha yaxtasimun. Cəhənnəmdə mübahisə edib deyəcəklər. Tallahi inna kunna lafi dalalin mubin. Allah'a and olsun ki biz açıq aydın zərər içərisindəyik. Niyə görə? İz nusavvikum bi rabbil alamin. O ibadət elədiyimiz batil məbudları aləmlərin Rəbbi olan Allahla eyni saydığımıza görə. Adam etiqad eləyir ki, imam hər yerdə eşidir. İmam səni çağıranda eşidir və səni dediyini Allah'a çatdırır. Hətta bəziləri deyir ki, çatdırmır. Özü verir, ruzulandırır, ev verir, eşik verir, uşaq verir, xəstəni sağaldır, işləri asanlaşdırır. Çünki Allah Allahlığını ona verir. Əuzubillah. Belə etiqad edir. Yəni adam deyir ki, Allah Allahlığını verib imama, daha o işləri özü yox, daha yorulur, əuzubillah, verib imama imam edir bu işləri. Təsəvvür elə. Allah Teala sonra buyurur ki ayədə, onlar deyirlər ki, niyə azğınlıq içindəydik? İz nusavvikum bi rabbil alamin. Sizi aləmlərin Rəbbi olan Allah'a tabi tutduğumuza görə. Və mə adallana illal mucrimun. Bizi yalnız o azğınlar, mücrimlər, günahkarlar azdırdılar. Görün, fəmə lənə min şəfi'in və la sadiqin həmin. Bugün bizim nə bir şəfaətçimiz, nə də yaxın bir dostumuz var. Fələv, nedir Allah deyir ki, fələv ənə lənə kərrətən fənəkunə minəl mu'minin. Kəşkə Allah Teala bizi bir də dünyaya qaytarsaydı, nə olardıq? Mömin, tevhid əhli.